Əziz və dəyərli izləyicilər, Azərbaycanda aliment borcu olan qadınların sayı açıqlanıb. Belə ki, aliment ödənişləri ilə bağlı icraatda olan işlərin rəsmi statistikası açıqlanıb. Ədliyyə Nazirliyindən bildirilib ki, 2026-cı ilin ilk 6 ayı ərzində qurumun icraatında 131 mindən çox aliment işi olub. Məlumata görə həmin işlərdən 126 minədək icraat üzrə tam və ya müəyyən gecikmələrlə ödənişlərin həyata keçirilməsi təmin edilib. Daha bir diqqət çəkən məqam isə aliment öhdəliyi olan analarla bağlıdır. Belə ki, hazırda icraatda olan aliment işlərindən 2400-ədək fakt üzrə borclu tərəf məhz qadınlardır. Bəs dəyərli izləyicilər, siz nə düşünürsünüz? Azərbaycanda bu qədər boşanmaların olmasına əsas səbəb nədir? Fikirlərinizi şərhlərdə gözləyirik.